Vaxtınız xeyir əziz şagirdlər. Bugün artıq biz sizinlə zoologiya bölməsindən başlayırıq. Yəni heyvanlar aləminə. Botanika bölməsini bitirdik. Artıq zoologiyaya keçid edirik. Zoologiya sözünün mənası zoon, heyvan, logos, elm deməkdir. Yəni heyvanlar haqqında elmdir. Heyvanları öyrənən, heyvanlar aləmindən bəhs edən elm zoologiya elmi adlanır. Və heyvanlar aləminin təsnifatına baxanda biz aşağı siniflərdə həm bitkilərin, həm heyvanların sistematik kateqoriyasında, yəni təsnifatını öyrənmişik. Gəlin yadımıza salaq ki, hansı sistematik kateqoriyalar var idi? Bitkilərdə növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm. Heyvanlarda isə növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm. Və hal-hazırda heyvanların 23 tipi və 2 milyondan çox növü məlumdur. Heyvanlar aləmi birhüceyrəlilər və çoxhüceyrəlilər yarım aləminə bölünür. Birhüceyrəlilər yarım aləminə hansı tiplərə aiddir və biz sadədən mürəkkəbə doğru həmin o tipləri öyrənəcəyik. Ümumiyyətlə birhüceyrəlilər, yəni birhüceyrəli heyvanların bədəni cəmi bir hüceyrədən ibarətdir. Elə ona görə də bunlara birhüceyrəlilər yarım aləmi deyirlər. Cəmi bir hüceyrədən ibarətdir. Və adətən biz onları adi gözlə görməkdə, yəni belə deyək də, çətinlik çəkirik. Gəlin baxaq görək birhüceyrəlilər yarım aləminə hansı tiplərə aiddir. Sarkomastikoforlar tipi, sporlular tipi, infizorlar tipi, knidosporodilər və mikrosporodilər tipi. Bu iki tipi öyrənmirik. Sadəcə adlarını deməli qeyd edirik ki, hansı bir hüceyrəli yarım aləminə aid olan tiplər var. Amma sarkomastikoforlar tipidir, sporlular tipidir və infizorlar tipidir. Bəli, bunları öyrənəcəyik. Hansı sinifləri var, hansı nümayəndələri var və bunların üzərindən keçid eləyəcəyik. Gəlin başlayaq. Birinci bayaqda qeyd elədiyim kimi birhüceyrəlilər yarım aləminə aid olan ilk tiplərdən biri də sarkomastikoforlar tipidir. Sarkomastikoforlar tipinin həm parazit həyat tərzi keçirən, həm də ki sərbəst yaşayan nümayəndələri var. Bunların hərəkət orqanoidləri burada da gördüyümüz kimi yalançı ayaqlardır və bəzi nümayəndələrində isə qamçılardır. Tiplər içərisində ən qədim tipə malik olan tiplərdən biri də sarkomastikoforlar tipidir. Və sarkomastikoforlar tipinin iki sinifi var. Sarkodinlər və qamçılar sinifi. Bunların hər birini ayrı-ayrılıqda öyrənəcəyik. Bugün öyrənəcəyimiz mövzu olacaq sarkodinlər sinifi. Yəni qamçılar sinifini inşallah gələn dərsimizdə keçəcəyik. Sarkodinlər sinifinə hansı nümayəndələri aiddir? Bunları bilməyimiz mütləqdir. Məsələn, adi amöb, dizenteriya amöbü, fornamiferlər, radiolarilər, günəş kimilər, ağız amöbü və s. Bunlar deməli sarkodinlər sinifinə aiddir. Biz sarkodinlər sinifini adi amöbü misalında öyrənirik. Məsələn, adi amöbü siz burada şəkildə görürsünüz. Adi amöb durğun şirin sularda yaşayır. Yalançı ayaqları var. Həmin yalançı ayaqları vasitəsilə həm hərəkət edir, həm də ki qidasını tuta bilir. Daim dəyişən 0,2-0,5 mm ölçüdə rəngsiz həlməşik kütlə şəklindədir və sabit bədən forması yoxdur. Niyə amöbün sabit bədən forması yoxdur? Çünki onun qılafı yoxdur hüceyrəsində. Ona görə də amöb sabit bədən formasına malik deyil. Və elə amöb sözündə mənası dəyişkən deməkdir. Siz mütləq sözlərin mənasını bilməlisiniz ki, testlərə düşəndə deməli tapa biləsiniz testləri. Gəlin görək qidalanması necədir. Qidalanması bayaqda qeyd elədiyimiz kimi yalançı ayaqları vasitəsilə şəkildən də gördüyünüz kimi neynir? Qidanı sanki əhatəyə alır və həmin qida yalançı ayaqlarla yalançı ayaqlar vasitəsilə daxil olur və burada həzm vakuolu əmələ gəlir. Həzm olunanlar sorulur, həzm olunmayanlar isə bədənin istənilən hissəsindən xaric olunur. Tənəffüs xüsusi bir tənəffüs orqanı yoxdur. Amöb bütün bədən səthi ilə tənəffüs edir. İfrazat sistemi də bütün bədən səthi ilə, bir də yığılıb açılan ifrazat vakuolu vardır və yaxud da ifrazat qovuqçuğu da deyirik biz bunlara. Həmin ifrazat məhsulları, deməli ifrazat qovuqçuğu vasitəsilə xaric olunur. Daha sonra keçək qıcıqlanmasına. Qıcıqlanması yadınızda ümumiyyətlə bu sadaladığım bayaqdan məsələn proseslər qidalanmadır, tənəffüsdür, ifrazatdır. İndi yenə sadalayacağım qıcıqlanmadır, çoxalmadır. Biz deyirdik ki, bütün canlıların xarakteri xüsusiyyətlərindən biridir.
Qıcıqlanma nədir? Məsələn, adi amöb qıcığa qarşı cavab verir. Necə? Məsələn, temperatura qarşı, hər hansı bir işığa qarşı, kimyəvi təsirlərə qarşı deməli cavab verdiyi üçün biz qıcıqlanma prosesi deyirik. Məsələn, o qidaya doğru hərəkət edir və yaxud da duz kristallarından uzaqlaşır. Məsələn, biz amöb olan bir belə deyək hissəyə duzlu su damlası qoysaq, o duzlu su damlası olan yerdən uzaqlaşacaq, qıcığa cavab deməli vermiş olacaqdır. Sistalaşma nədir? Sistalaşma amöbü əlverişsiz təsirdən qoruyur. Yəni amöb əlverişsiz təsir olan zaman, qida çatışmayanda, hava soyuq olanda, su hövzəsi quruyanda amöb başlayır sistalaşmağa. Sistalaşma zamanı onun ümumiyyətlə belə deyək, qidalanması dayanır. Daha sonra bədəni girdələşir və sitoplazmadan ifraz olunan xüsusi maddələrin təsirindən bir qabıq əmələ gəlir. Uşaqlar, bilirsiniz bu nəyə bənzəyir? Bu bakteriyanın spor əmələ gəlməsinə bənzəyir. Biz bakteriyalarda da deyirdik ki, qılafın altında bir qılaf əmələ gəlirdi. O spor onu digər məsələn bakteriyaların, mamırın, qıjının sporundan fərqli olaraq onu əlverişsiz təsirdən qoruyurdu. Eynən bir hüceyrəlilərin də sistalaşması bakteriyanın sporlaşmasına bənzəyir. Yəni bakteriyaların da sporu onu əlverişsiz təsirdən qoruyurdu. Məsələn, amöbün də sistası onu əlverişsiz təsirdən qoruyur. Artıq əlverişli təsir olanda sistanın örtüyü əriyir və amöb öz həyat fəaliyyətini davam elətdirmiş olur. Çoxalması necədir? Çoxalması adi yolla çoxalır, yəni qeyri-cinsi yolla çoxalır. İkiyə bölünmə yolu ilə, yəni mitoz yolla çoxalırdı. Daha sonra çoxalmasını da qeyd elədik. Keçək növbəti hissəyə. Bir də məsələn bunların içərisində biz deyirik ki, bəzilərində ümumiyyətlə yadınızda saxlayın. İlk dəfə sizə sual versələr ki, kirəş çanaqlar harada əmələ gəldi, hansı heyvanlarda əmələ gəldi? Tip olaraq sarkomastikoforlar tipi deyirsiniz və nümayəndə olaraq foraminiferlər və radiolarilərdə kirəş çanaqlar meydana gəlmişdir. Dizenteriya amöbü Deməli, dizenteriya amöbü biz bayaq qeyd elədim ki, bunların həm sərbəst, həm də parazit yaşayan nümayəndəsi var. Sərbəst yaşayan nümayəndəsindən məsələn adi amöbü misal göstərdik. Parazit yaşayan nümayəndələrindən isə dizenteriya amöbünü misal göstərə bilərik ki, kiçik ölçüyə malikdir. 20-30 mikrometr təxminən biz deyirik ölçüsü olur. Bunun yalançı ayaqları adi amöbün yalançı ayaqlarından fərqli olaraq çox kiçikdir və sistası 4 nüvəlidir biz deyirik adi amöbdən fərqli olaraq. Dizenteriya amöbü insanın yoğun bağırsağında yaşayır və orada parazitlik edir. Deməli, bunun sistası, dizenteriya amöbünün sistası xarici mühitdə 4 nüvəli olur. Və sista milçəklər vasitəsilə ətrafa yayılır və milçəklər həmin bu sistaları xəstənin nəcisindən müxtəlif əşyaların və yaxud da qidanın üzərinə, meyvənin üzərinə, nə bilim, hər hansı bir qida olsun, qidanın üzərinə qoyur və insan həmin sistanı udur. Sistanı udan zaman həzm sisteminə qida vasitəsilə düşən sista bağırsaqda olan fermentlərin təsirindən əriyir və həmin belə deyək də sistadan biz bayaq qeyd elədik ki, 4 dənə nüvəli olur. Həmin sista 4 nüvəli olur. Təzədən hər nüvə 2 yerə bölünür. Nəticədə deməli ki, sistanın örtüyü ərləyəndə 4 dənə nüvə oldu. Hər nüvə də 2 yerə bölünəndə neçə amöb əmələ gələcək? 8 amöb əmələ gələcək. Deməli, məsələlər yazanda yazırıq ki, bir sistanın örtüyü əriyəndə 4 dənə dizenteriya amöbü əmələ gəlir ki, həmin bu, məsələn, tutaq ki, sizə deyərlər ki, 8 dənə sistanı insan udarsa, neçə dənə dizenteriya amöbü əmələ gələr? 8 dəfə 8, 64 eləyəcək. Deməli, 64 dənə dizenteriya amöbü əmələ gələcək. Dizenteriya amöbü bağırsağın selektiv qişasına daxil olur, orada qidalanır, çoxalır və nəticədə həmin hissədə olan qan kapillyarlarını zədələyir, qanaxma baş verir və dizenteriya amöbü bağırsağın yoğun bağırsağın şöbələrində belə deyək də dəyişikliyə səbəb olur, həmin hissələri zədələyir və nəticədə amöbioz xəstəliyini əmələ gətirir. Amöbioz xəstəliyinə qanlı isxal xəstəliyi də deyirlər.
və uşaqlar yadınızda saxlayın ki, bürüceyrələrin törətdiyi xəstəlik adlanacaq protozoz. Ümumiyyətlə, bundan sonra keçdiyimiz hər bir heyvanların, parazitlərin törətdiyi xəstəlikləri mütləq bilməlisiniz. Çünki sualın biri mütləq xəstəliklərdən düşür. Ona görə də hər bir xəstəliyin adlarını bilməyiniz mütləqdir. Məsələn, dizenteriya, amöbioz xəstəliyini törətdiyi, ümumi bürüceyrələrin törətdiyi xəstəlik protozooz adlanır və bundan sonra da keçəcəyimiz hər bir yenə də deyirəm, heyvanın törətdiyi xəstəliyi mütləq əzbərə bilməlisiniz. Deməli, biz bugün nələr öyrəndik? Biz bugün öyrəndik ki, heyvanlar bürüceyrəllər və çoxuceyrəllər yarım aləminə bölünür. Bürüceyrəllər yarım aləmindən biz öyrənəcəyimiz tiplər sarkomastikoforlar tipi, sporlular tipi, infizorlar tipi, knidosporodilər və mikrosporodilər tipidir. Və bugün sarkomastikoforlar tipindən sarkodinlər sinifini öyrəndik. Təbii ki, 2 sinifi var idi. Sarkodinlər və qamçıllar sinifi. Lakin bizim bugün öyrənəcəyimiz sinif sarkodinlər sinifi oldu və burada biz həm parazit nümayəndələrini, həm də ki, sərbəst yaşayan nümayəndələrindən danışdıq. Parazit nümayəndələrindən dizenteriya amöbünü, sərbəst yaşayan nümayəndələrindən, məsələn, adi amöbün həyat fəaliyyətini, belə deyək də, onun üzərindən öyrənmiş olduq. Adi amöb durğun şirin sularda yaşadı. Onun ayaqları, yalançı ayaqları var idi ki, həmin yalançı ayaqları vasitəsilə həm hərəkət elədi, həm qidanı tutmaqda deməli rol oynadı həmin yalançı ayaqlar. Dizenteriya amöbü isə parazit idi, yoğun bağırsaqda parazitlik edirdi, insana sista halında daxil olurdu və sista halında xaric olurdu. Bir sistadan 8 dənə dizenteriya amöbü əmələ gəlirdi və amöbioz, yəni qanlı ishal xəstəliyini törədirdi. Ümumi bürüceyrələrin törətdiyi xəstəlik isə protozooz adlandı. Ümid edirəm ki, dərsi başa düşdünüz. Dərsi deməli qamçılar sinifinə qədər öyrənəcəksiniz və inşallah növbəti dərsləri də izah edəcəm.